şeytan zəncirlənib, amma nəfs azaddır. Özünü günahlardan təmizləyən insanlar mütləq nicat tapacaq. Namaz qılmıram, Allah bilər, mən bilərəm. Allah tərəfindən mükafatım nə olacaq, cəza olacaq, xeyir olacaq, şər olacaq, o Allah ilə qul arasındadır. Amma elə şeylər var ki, bu günahdır. Yəni, haramın bir qismi də günahdır. Nədir? Mən qul haqqına girirəm. Bir insanı o xətərdən, bəladan, təhlükədən qorumaq üçün yalan danışıb, onu o oddan qurtarırsansa, təbii ki, bu bir mükafatdır. Yox, elə yalanlar var ki, o yalanlar bağışlanılmır. İnsan kimliyini tanımalıdır. Və sonra özünü tanıyanırsa tərəfi tanımalıdır. Ailəmlə alış-veriş etmişim. Kənarda mənim maşınımı çəkiblər. Patrol maşını 2010-cu ili. Sonra bütün sosial mediada şok nədir? Hacı Məmmədli 250 minlik maşın sürür. Halbuki bu günə qədər hələ o maşını 28 minə sata bilmirəm.